2023-cü il Kia K5 GT Line full komplektasiyadır. Maşına deməli qabaq bufer lazımdır. Qabaq buferin abirsovkası lazımdır. Kapot təmir olunacaq. Deməli belə bir disk təkərləndir. 1.6 motordur. 67.000 yol gedib, 21.500 dirhəm, 6.000 dollarla aksiyonda satışdadır. Panorama damdır. Pavorotnikli güzgülərdir. Açarsız giriş. Deməli salona gəldikdə qoca salondur, zolaq tanımadır, GT ruldur. Simsiz şarjdır, heç bir airbag atmayıb maşının. Drive moddur, avtovoltdur, rul isidəndir, sideniya isidəndir. Vini kimə maraqlı olsa, Vin nömrəsi ilə yoxlaya bilərsiniz. Elektron sideniyadır. Gözəl qiymət ala bilərik bu maşını.